braketlərdə bizim ciddi yemək qadağalarımız var, təmizlik qadağalarımız var. Çünki hər yeməkdən sonra metal braketlərin ara hissəsi, distal hissələri, medial hissələri, yuxarı aşağı hissələri ara fırçalarla təmizlənməlidir, diş sapından təmizlənməlidir və böyük fırça ilə təmizlənməlidir. Braketlərdə gigiyenamıza daha çox vaxt ayırmalıyıq və ciddi şəkildə yemək qadağalarımız var. Məsələn, hər bir şeyi yeyə bilmərik, çünki müalicə periodunun bir müddətində braketlərin qopmağı, yaxşı baxmamağımız müalicəmizin heç bir zaman bitməməsinə gətirib çıxaracaqdır. Eyelinerlarda artıq ancaq bu problemlərimiz yoxdur. Eyelinerlar heç bir yemək qadağamız yoxdur. Yemək yeyəndə eyelinerlarımızı pasientlərimiz çıxardır, yeməklərini yeyirlər. Adi bildiyimiz rutin qaydada həmişə müalicə olunmamışdan öncəki vəziyyətdə necə dişlər fırçalanırsa, o formada gigiyenamıza baxırıq və ən əsas fərqlərdən biri biz braketlərdə pasientimizin gələcək dişlərinin vəziyyəti ilə bağlı heç bir vizual olaraq bir planlama göstərə bilmirdik. Amma eyelinerlarda artıq pasientin son vəziyyəti dişlərinin hansı periodda, hansı mərhələlərdə bizi nə gözləyir, o barədə tam vizual olaraq məlumat verə bilirik və eyelinerlarda müalicə müddətimiz braketlərdən 2 dəfə aşağıdır.